Ölkəmizdə Qurban Bayramı təntənə ilə qeyd olunur. Vətəndaşlar səhər saatlarında məscidlərə gedib bayram namazı qılıb. Qurbanlıq heyvanların kəsim və satış məntəqələrində də bayram əhval-ruhiyyəsi yaşanıb. 135 məntəqədə qurbanlıq heyvanların kəsimi üçün lazımi şərait təmin edilib. Allahu Ekber, Allahu Ekber. Minlərlə insan məscidlərə toplaşdı. Bayram namazı qılındı, dualar edildi. Allahu Ekber. Bayram namazından sonra qurbanlar kəsildi. Qurbanlıq heyvanların kəsim prosesi başa çatdıqdan sonra isə kəsilmiş ət parçaları soyuduculara dinləndirmək üçün göndərilir. Soyuducuların temperaturu isə dövlət standartlarına uyğun şəkildə müsbət 4 dərəcəyə qədər təyin edilib. Qurbanlıq heyvanların sanitar-gigiyenik qaydalara uyğun kəsilməsi və satışı üçün yaradılan şərait də yüksək səviyyədədir. Ölkə üzrə 135 məntəqədə vətəndaşlara xidmət göstərilir. Bununla yanaşı 135 məntəqə ilə yanaşı səyyar heyvan kəsimi çadırları da quraşdırılıb. Burada qurbanlıq heyvanların baytarlıq nəzarəti altında satışı və kəsimi həyata keçirilir. Kəsim prosesi icra olunduqdan sonra, əgər baytar müfəttiş tərəfindən heyvanın sağlamlığı ilə bağlı hər hansı şübhə varsa, onun daxili orqanlarından nümunəyə götürülərək həmin səyyar laboratoriyalara təqdim olunur. Səyyar laboratoriyalarda qida təhlükəsizliyi, həmçinin heyvan sağlamlığı və biotəhlükəsizliyin təmin olunması üçün tam təchiz olunur.